şərq uzunluğunda, biri isə 130 dərəcə qərb uzunluğunda verilibsə, baxın, bunlar bir-birlərini tamamlayan meridianlardır. Nə deməkdir bu? 50 dərəcənin üstünə 130 dərəcə gələndə necə edir? 180. Deməli, bir-birlərini tamamlayan meridianlardır. Yəni ki, yer axı kürə formasında, yəni ki, bu meridianın burada gəlib qütbə çatıb, buradan sonra 130-a keçibdir. Bu o deməkdir. Biz əgər ki, bu meridianların üstündə nəsə tapıramsa, misal üçün deyirəm ki, 40 dərəcəlik şimal enliyindən, 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğundan, 40 dərəcə şimal enliyi, 130 dərəcə qərb uzunluğuna qədər olan ən qısa məsafəni tapın deyirəmsən mən. Daha mən götürüb bu 40 dərəcədən 130 dərəcəyə qədər belə yol gəlmirəm. Mən onda belə gedirəm, qütbə gedirəm, qütbdən təzdən aşağı inirəm. Necə tapırım? Misal üçün, qoy deyim, bu 50 dərəcəyi, düzdür? Bu 130 dərəcəyi. Mən bu paralel üstündə gəlsəm, neçə dərəcə yol gəlmiş olacam? 50, 130, neçə dərəcə yol gəlmiş? 180 dərəcə, düzdürmü? Amma indi mən belə gedirəm, belə baxın. Bu 40-dır, düzdür? 40-dan şimal qütbdə 90 dərəcə. Bura qədər neçə dərəcə gəlmiş olur? 90 40, 50 dərəcə gəldim, düzdürmü? Bəli. Bu 90-dan təzdən yenə 40-a düşürəm. Neçə dərəcə gəlmiş olum yenə? 50 dərəcə, düzdürmü? Neçə dərəcə ümumi yol gəldim? 50, 100 dərəcə. İndi sizcə 100 dərəcə qısa olar, 180 dərəcə? 100 dərəcə. Ona görə də mən qütbü aşmaqla keçdim və 100-ü vuracam. Meridian üstündə gedəcəm 111-ə, alacam ki, daxil bu cavabı kilometrdən ki, bu qədər kilometr yol gəldim. Əgər bir-birini tamamlayan meridianlar varsa, 50 dərəcə, 130 dərəcə, 40 dərəcə, 140 dərəcə, 120 dərəcə, 60 dərəcə. Axı bunlar toplayanda 180 deyil. Əgər belə paralel meridianlar üstündə verilirsə, avtomatik qütbü aşmaqla. Yəni, ümumiyyətlə, təyyarələr, misal ki, buradan gedən təyyarə, getdiyi yer buradırsa, belə getmir təyyarə heç vaxt. Çünki belə gedir. Bu daha